Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Hər vaxtınız xeyir dəyərli izləyicilər. Günün aktual xəbərləri ilə qarşınızdayım. Paytaxt məktəblərindən birində baş verən insident valideynləri təşvişə salıb. Hadisə zamanı xəsarət alanın olduğu bildirilir. Digər tərəfdən, cəmi 25 günlük xidmət keçən əskərin vəfat xəbəri gündəmə bomba kimi düşüb. Kəlbəcərdə isə mina təhlükəsi yenidən özünü göstərib, hərbi qulluqçuların minaya düşdüyü açıqlanıb. Dünyada sürətlə yayılan yoluxucu xəstəlik səbəbindən 42 günlük karantin ehtimalı da rəsmi şəkildə müzakirəyə çıxarılıb. Bununla yanaşı, prezidentin imzaladığı yeni qərar minlərlə şəxsi sevindirib. Şad xəbər. Təqaüdlərlə bağlı artımın detalları və hadisələrin pərdəarxası bir qədər sonra. Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan qız bıçaqlanıb. Oxu Az Teleqrafa istinadən xəbər verir ki, hadisə mayın 7-sində Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib. Tənəffüs vaxtı 5Q sinifinin şagirdi İxtiyar Namazov, ad soyad şərtidir, Red, məktəbin dəhlizində D. Əliyevin üzərinə bıçaqla hücum edib. Bu zaman D. Əliyevin bacısı Y. Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib. Nəticədə Y. Əlizadə əlindən bıçaq xəsarəti alıb. Bakıda 233 nömrəli tam orta ümum təhsil məktəbində şagirdlər arasındakı münaqişə iddiası ilə bağlı Bakı şəhəri üzrə təhsil idarəsi tərəfindən araşdırma aparılacaq. Bu barədə Oxu.az-a idarədən məlumat verilib. Bildirilib ki, təhsil müəssisələrində hər hansı negativ halların baş verməsi yol verilməzdir. Məktəblərdə səmərəli tədris mühitinin qorunması, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması əsas prioritetlərdəndir. Məktəb daxili nizam-intizam qaydalarına əməl olunması diqqət mərkəzində saxlanılır. Həmçinin dinin mətbuat xidmətindən Oxu.az-a verilən məlumata görə qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin DSH-nin əskəri vəfat edib. Oxu Az xəbər verir ki, 2008-ci il təvəllüdlü Hüseyin Həmzəoğlu Əsədov xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, o 25 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Gənc əskər bugün Binə qəsəbə qəbristanlığında torpağa çapşırılıb. Mayın 11-də Azərbaycan ordusunun hərbi qulluqçuları Məhəmməd Əli Babaoğlu Hüseynov və Kamil Cəmiloğlu Qaflanov xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. Oxu Az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər. Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır. MV Honduras kruiz gəmisinin sərnişinləri və heyəti bazar günü İspaniya hakimiyyəti və Ümumdünya Səhiyyə Təşkilatının UETA rəhbərliyi ilə sıx əlaqələndirilmiş beynəlxalq səhiyyə əməliyyatı çərçivəsində Tenerifedə gəmidən eniblər. Rəsmilər ictimaiyyəti epidemiyanın başqa bir covud olmadığına inandırmağa çalışırlar. Nojoment Az xəbər verir ki, gəmi 3 nəfərin ölümünə səbəb olan hantavirus epidemiyasının yaratdığı beynəlxalq ictimai səhiyyə tədbirlərinin mərkəzində həftələrlə dənizdə qaldıqdan sonra Kanar adaları sahillərinə çatıb. Tenerifedə komandaya rəhbərlik edən üstünün baş direktoru Tedros Adhanom Ghebreyesus geniş ictimaiyyət üçün riskin aşağı olaraq qaldığını vurğulayıb. O, bazar günü media müzakirəsi zamanı jurnalistlərə bildirib ki, bu başqa bir covud deyil və ictimaiyyət üçün risk aşağıdır. İnsanlar qorxmamalı və təşvişə düşməməlidirlər, deyə o qeyd edib. Gəmidə 8 yoluxma halı qeydə alınıb, onlardan 6-sı laboratoriyada hantavirus infeksiyası kimi təsdiqlənib. Hamısı Andes virusu, aynı həkimi müəyyən edilib, baxmayaraq ki, mayın 2-dən bəri yeni ölüm halları olmayıb. Üstünün Tenerifedəki səhiyyə əməliyyatları rəhbəri Diana Rojas Alvarez'in sözlərinə görə, gəmini tərk edən ilk qruplar arasında İspaniya, Fransa, Kanada və Niderlanddan olan sərnişinlər və heyət üzvləri olublar. Bu, olduqca gərgin proses idi, eyni zamanda çox yaxşı təşkil olunmuşdu, deyə o media brifingi zamanı bildirib. Bazar günü təxminən 46 sərnişin və heyət üzvünün gəmidən enməsi gözlənilirdi.
və əməliyyatlar bazar ertəsi gününə qədər davam edir. Gəmi tibbi qrupla müşayiət olunaraq Niderlanda qayıdarkən, təxminən 30 heyət üzvünün göyərtədə qalması gözlənilir. YÖTə rəsmiləri sərnişinlərdən heç birinin kommersiya uçuşları ilə səyahət etməyəcəyini bildiriblər. Bunun əvəzinə charter repatriasiya uçuşları ciddi sağlamlıq protokollarına əsasən milli orqanlarla əlaqələndirilir. Üstnin Epidemiya və Pandemiya İdarə Etmə Direktoru Maria Van Kerkhove virusun inkubasiya dövrü səbəbindən sərnişinlərin və heyət üzvlərinin 6 həftəyə qədər aktiv sağlamlıq monitoringindən keçəcəyini bildirib. Tövsiyəmiz aktiv izləmədir, yəni gündəlik monitorinq, qızdırma və ya digər simptomların yoxlanılması deməkdir, deyə o əlavə edib. Direktorun sözlərinə görə YÖTə evdə və ya müəssisədə karantin və 42 gün monitorinq keçirməyi tövsiyə edir. Bu həqiqətən də virusun başqalarına keçməməsinə əmin olmaq üçün ehtiyatlı bir yanaşmadır. Həmçinin gəmidən düşəndə və başqalarının yanında olduqda əlavə qorunma təbəqəsi üçün respirator taxmağı tövsiyə edirik. Azərbaycanda müxtəlif sosial kateqoriyalar üzrə təyin olunan prezident təqaüdləri vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edən xüsusi maliyyə dəstəyi mexanizmidir. Bu ödənişlər birbaşa dövlət büdcəsindən maliyyələşir və hər bir təbəqənin ölkə qarşısındakı xidmətlərinə və ya sosial ehtiyaclarına uyğun olaraq diferensiallaşdırılıb. Məsələ ilə bağlı Nocoment AZA danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, hazırki təqaüd sistemi həm qəhrəmanlıq amilini, həm də sosial həssaslığı eyni dərəcədə nəzərə alır. Rəqəmlərə diqqət yetirsək, ən yüksək məbləğin Vətən müharibəsi qəhrəmanı adı almış şəxslərə 2200 manat və milli qəhrəmanlara 2000 manat verildiyini görürük. Bu, dövlətin hərbi rəşadətə verdiyi ali qiymətdir. Şəhid ailələri və Əfqanistan müharibəsi itkinlərinin yaxınları üçün nəzərdə tutulan 700 manatlıq məbləğ isə həmin ailələrin minimum ehtiyaclarını qarşılamağa yönəlmiş stabil bazadır. Elm və incəsənət sahəsində fərdi təqaüdlərin 1700 manat olması isə intellektual elitanın iqtisadi asıllığını minimuma endirmək məqsədi daşıyır. Xalq adlarına görə 300 manat, əməkdar adlarına görə isə 200 manat ödənilməsi bu fəxri adların daşıyıcıları üçün əlavə stimuldur. Əlilliyi olan şəxslər üçün funksiyaların pozulma dərəcəsindən asılı olaraq 400-600 manat arası dəyişən ödənişlər isə birbaşa reabilitasiya və gündəlik xərclərin kompensasiyasıdır. Onun sözlərinə görə təqaüd məbləğlərinin gələcəkdə artırılması iqtisadi zərurətdən doğan gözlənilən bir addımdır. Vətəndaşları ən çox maraqlandıran sual artımların davamlı olub-olmamasıdır. Azərbaycanın dövlət büdcəsinin gəlirlər hissəsinin artması və inflyasiya təzyiqlərinin kompensasiya edilməsi məqsədilə bu rəqəmlərin mütəmadi olaraq indeksasiya edilməsi qaçılmazdır. Gələcək illərdə xüsusilə şəhid ailələri, müharibə veteranları, hazırda 80 manat və əlilliyi olan şəxslərə qulluq edənlər, 120 manat üçün nəzərdə tutulan təqaüdlərin məbləğində yenidən baxılma və artım ehtimalı olduqca yüksəkdir. Çünki dövlətin sosial siyasətinin əsas xətti minimum gəlirlərin yaşayış minimumuna və ondan yuxarı hədlərə çatdırılması üzərində qurulub. Bu baxımdan iqtisadi artım tempinə uyğun olaraq, növbəti büdcə illərində bu kateqoriyalar üzrə təqaüdlərin 10-15% civarında artırılması tamamilə real ssenaridir.